Salam aleyküm, vaxtınız xeyir olsun. Demək belədir. Bu işdən olsa sənə deyil. Yekmətə zəhmət almışsan. Bu patlama yeri və burasıdır. Göstərik. Ayaq burasından patlayır. Patlama səbəbi nə deyəcək? Göstərək zəhmət almışsan. Bax, bura. Belə baxanda steşka verilib. Yəni, normalda bıraxmalı deyilir. Amma incil var verildi. Məsələn, biraz perikosluq var. İncil sərtliyi var. Həm də ki, bax, ömrün yaşayıb 9 ildir işlədirlər. Ondan sonra bir 5 il gedər Allahın köməyi ilə. Onda ki, baxmanın ömrü 15 ildir. Yəni, laf uzaq 18-20 zaman keçməz. İfadəyə burasması gün vurdu, onlarsa çəkvətini yetirir. Bəyənsinə, inşallah livlərini bərpa edib, təzdən keçərik. Qəşəng düşürük. Bir daha vaxtı xeyir olsun. Belənçinə. Bu işdən olsa sənə idi. Bərpa eləmişik, göstərək zəmət olmasa. Ama bıraxılmaz. Yəni deyirəm, sıxqan maldan politelindən istifadə eləmişik. Həm suyu təmiz saxlayır, problem yaratmır. Həm də möhkəminə görə. Bakın deyə patlama səbəbi beğendim sənə. 9 il bakıdır da beğensinə. Ömrü yavaş-yavaş gedir. Amma belə baxanda altda yəni sırf beğendim sənə. Uyğun olmasa da sırf əyil də deyil də. İncilvarı natarazlığı var. Yəni inşallah ki, bir dənə İncilvarı steşka versələr tam uyğun olsa, hava köməylə gedər. Demək belə, işə zamanı tərəf 5 il veririk. Bax, mütləq paketçidən bir də bıraxmır. Bakı daxili bütün ünvanlara gəlir. Sumqayıta kimi, Bakın kənddə olsun, şəhər olsun, Qaravada da olmuşuq. Yəni gedəcək Allahın köməkliyi ilə. Orada işlərimiz var. Başqa rayonlarda da var. Sumqayıtdır, Saatda da Sabirabad demişdi, Beyləqanda orada da ustamız var. Həm Gəncədə də ustamız var. Xızı, Xudat, Qusar orada da ustamız var. Kimə lazım olsa inşallah zəng eləyə yönləndiririk. Xeyirli olsun, Allah xeyirli versin.